Kızlar salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün bir bağlamam var. İstədim onu açım. Düz biraz əsəbiyəm işdə. Əsəbləşmişəm, amma olsun. Neyse belə. Çıxartdım həmişəki kimi. Deməli, nə var burada? İlk bizi belə bir şey qarşılayır. Bu First Aid Beauty'nin 170 qramlıq üz bərpası üçün olan kremidir. 170 qram. Mənim də bu aralar üzüm həqiqətən repair olunmalıdır. Ona görə belə bir məşhur bir krem aldım. Bayağı da bahadır. Neysə. Deyilənə görə yapısı, yapısı çıxıb. Yuxarıda üstündə də yazılıb ki, designed for sensitive skin, yəni həssas dərdlər üçün istehsal olunub. Qarib bir şey, əlimi vurmaq istəmirəm hələ ki. İkinci olaraq keçirik Benefit'in Bad Girl maskarasına. Bad Girl Bang olmalıdır. Səhv eləmirəmsə də Bad Girl Bounce. Bad Girl Bounce. Baxın, görünüşü bu şəkildədir. İndi maskaraya baxaq. I don't know. Yəni yaxşı bir şey oxşuyur da. Baxacağıq. Sonra burada iki dənə Pink Lips'dən fırça var. Enlik fırçalarıdır. Məncə mən bəyənəcəm. Birlikdə sınayarıq, görərik necədir. Sonra Tarte'dan yadınızdadırsa mənim belə bir lip Maracuja Juicy Lip Plumper'dır, nə də elə bir şey olmalıdır. Bu dəfə də belə bir şey aldım. Gəlin baxaq. Tam boydu. Məndə setdən çıxmışdı. Bir ədədə artıq qutarmaq üzrədir. Baxın, bu tamdır. Bir neçə artıq məndə buradadır. Bu nə bir lazım olduğu qədər vurursunuz, çıxır oradan. Sonra isyo. Çox gözəl görünür əslində. Yəni almağa dəyər. Horizon markasından Ceramide Repair Serum var. Bu da bərpa edici bir serumdur. Belə bir şüşə qabda olan serumdur. Yəni burada gördüyünüz Make Up by Mario'nun çox gözəl bir göz tempaletidir. Bu göz tempaletiləri Qabaqcadan deyim, səhv etmirəmsə $69 olmalıdır. Çox təriflədim Make Up by Mario'nun göz temləri. Mən də dedim ki, birini sınamağa dəyər. Para harcadıq. Evet. Bu aralar hara pul xərcliyim deyirdim də. Tapmışam. Baxın, belə bir məhsuldur. Bilmirəm, böyük ehtimal bunu özümə götürəcəm, satmayacağım. Baxın, rənglər bu şəkildədir. Dediyim kimi, bu məhsul $69 olmalıdır. Güzgüsü də var, kifayət qədər böyükdür də. Neçə qramdır? Hərəsi 1 qramdır. Make Up by Mario sadəcə çox təriflənir. Yəni, vizajistlər tərəfindən, make-up artistləri tərəfindən düşünülür ki, çox gözəl bir markadır. Biz də baxacağıq, yəni, görək necədir. Əslən, mən məsələn bu rənglərdən çox istifadə edən bilən biri deyiləm. Məsələn, burada da Mario yazılıb üstündə, bir dənə qarada yazılıb Mario. Bu rənglər tamamilə mənim rənglərim deyil, çox tünd rənglərdir. Amma bu rənglər günlük istifadə üçün, baxın bu. Bu rənglər yaxşıdır günlük istifadə üçün. Bu da belə. Sonra keçirik belə bir Lissy Beauty nədir ondan ənliyə. Bu qəşəng paketlənib. Buradan açırıq. Bu arada aldığım sayt haqqında daha haçansa bir video çəkəcəm. Maraqlı saytdır.
Amma videolarıma dəyər verilmədiyi üçün düşünürəm ki, heç buna da dəyər verilməyəcək. So, gördüyünüz kimi Lisi or Leaf. Belə bir məhsuldur. Gördüyünüz kimi burada 4 ədəd belə ənlik mövcuddur. Fərqli tonlarda, nə bilim, şaftalı tonlarında var, biraz gül qurusu tonlarında var. İsti alt tonlu bir çəhrayı var bu və soyuq alt tonlu bir bəbək pəmbəsi bir çəhrayı var. Düzü tam baby doll deyə bilmərik. Adları da yazılıb burada. Çox səviyyəli bir paketləməsi var. Qramajlarına baxaq. 12 qramdır. Elə bil 4 dənə məhsul 3 qramdır biri. Yaxşıdır. Həqiqətən yaxşıdır. Ən çox bəyəndiklərim məncə mənim bu oldu. Bu repair cream. Haqqında oxumuşam. Çox gözəldirlər. Məsələn, yuxarıda yazılıb ki, çox gözəl nəmləndirən bir nəmləndiricidir. Çox zəngin ingredientlərə sahibdir. Yəni elə deyir. Deyir ekzemalı, quru dərili, ekzemalı dərilər üçün də okeydir və dəri baryerasını gücləndirir. Use daily for intense hydration. Okay. Gündəlik olaraq da güclü bir, necə deyim, nəmləndirmək üçün istifadə etmək olar. Yəni də deyirəm, üstündə yazılıb ki, designed for sensitive skin. Həssas dərilər üçün dizayn olunub. Keçən həftə bir dənə 2 dənə krem almışdım mən. Keçən il 8 martda, keçən ilin 8 martında. İnafdan 2 dənə gözaltı krem almışdım. Onlarla çox vaxt istifadə etmədim. Bu yaxınlarda açmışam. Dedim ki, istifadə eləyəcəm. Və gördüm ki, mənim gözümdə az qala arpacıq çıxırdı, dayandı. Yəni tez bazar profilaktik tədbirlər gördüm və dayandı, gəlmədi. Yenə də bizim bir neçə kargomuz var. Onlara baxacağıq. Sözün açığı biraz nasazam. Çox pis gözlərim ağrıyır. Baş ağrım var və gözümə vurur. Yəni bütün gün gözlərimi bax belə saxlamışam. Özdə təsəvvür edin ki, günəş də çoxdur. Nəysə, çalışacağam ki, normal baxım. İlk olaraq mən başlamaq istəyirəm Pull&Bear'dan. İspaniyadan sifariş vermişik. Burada qədirlə getmişdik, baxmışdıq qiymətlərinə. Çox da ürəyimizcə deyildi. 50-60 manat düşünürdük ki, biraz bahalıq var. Ona görə biz də İspaniyadan sifariş vermək istədik. Bu arada Indidex markaları bilirsiniz, yəni İspaniyadan çıxma markalardır. Ora baxa bilərsiniz. Nəinki, yəni Indidex deyəndə Stradivarius, Zara, Mango, Pull&Bear, Bershka, Mango, did I say? Əsasən mənim bazarlığım olub. Bir də Qədirə bir dənə, yox, 2 dənə şey almışam. Amma kargosu 30 dollar tutdu. Təxminən 50 neçə manata. İlk olaraq belə bir şey çıxır. Yəni sağ olasınız, heç olmasa bunu normal qabında göndərərdiniz. Olsun. Belə bir ayaqqabı. Qəşəng görünür. Bəlkə sabah assemblim var, onu geyinərəm. Onu da geyinərəm. Altını daha qalın düşünürdüm, amma belədir. Materialı hələlik yaxşıdır. Mənim hal-hazır ki, nə deyirlər ona, sneakers? Mənim hal-hazırdakı ketam Puma idi. Qədir almışdı. Çox bəyənirdim, amma bir il olar istifadə edirəm. Üstündə xəttənmələr əmələ gəlib. Çox rahatdır. Heç bir, yəni necə deyim sizə, dezavantajı olmayıb onu istifadə eləyəndə. Çox konfidir, çox qəşəngdir, çox rahatdır. Çox istəyirəm təzədən alıb ondan, amma dedim ona qədər başqa bir məhsul da sınayım. Bunu təxminən almışam. Neçə manat aldım? 15 euroya almışdım. Ya neçəyə? Hə, 30 manata falan almışam bunu. Yəni mən əslində Indidex markalarının ayaqqabılarını heç bəyənmirəm. Bugünə qədər bəlkə bu 4-cü alışımdır və çoxunda fail olub. Necə deyim sizə, bir həftə geyindiyim ayaqqabı, bax bunun kimi bir ayaqqabı almışam. Mən hardan? Stradivarius'dan, bir də Stradivarius'dan almışam, Bershka'dan, bir də Mango'dan. Bershka'dan hələ ki yaxşıdır. Bershka'dakı o yaşıl ayaqqabım yoxdur, diktaban. O yaxşıdır, o çox xoşuma gəlir. Göstərərəm şəklini, hardasa şəklini çəksəm. Belə ipləri yenə uzundur. Qərib bir rəngdə, amma burası çox keyfiyyətli görünür. Daş kimidir. Normalda bu kimi ayaqqabıların
çox pis altı olur, çox belə necə deyim, mənim fobiyam deyə belə altı yumşaq, əyilən, daban biri başqa tərəfə düşür. Aha. Burada duxu olmalıdır. Sizə belə də aça bilərəm, amma yaxşı olardı ki, bunun şortsunu çəkin. Belə bir şeydir. Adı nədir? Scarlett Negroni Eau de Parfum. Gilas qoxusu gəlir. Oh my gosh. Hələ belə bir gilas qoxusu mən hiss eləməmişəm. Çox qəşəng gilas qoxusu gəlir. Gilas da almalıdır, bilmirəm, daya ətimizdə olan, cır olan. Onun qoxusudur toçno. Nəsə, xoşuma gəldi. Bayağı bəyəndim. Duxunun qiyməti 30 manat olmalıdır. Scarlett Negroni. 100 ml-dir bu arada. Bu da şutusun. Sonra belə bir, ay Allah, bu nə boydadır. Belə bir gödəkçə. Belə bir gödəkçə var. Bunu burada Pull&Bear'da yoxladım. Bəyəndim. Düz mən orada el yoxlamışdım. Kişilər üçündür bu arada, kişi adı elinə. M alım. Məncə çox da böyük olmaz, amma çox oversize bir də kişilər üçündür deyə aşırı böyükdür. Nəsə bir də geyinim baxaq hələ. Bu arada Qədir dedi ki, M al, mən də geyinərəm. İşte. Mən də onun üçün geyinəcəm. Is it good? No, actually, o qədər də pis deyil. Hə, baxın, belə bu şəkildədir. Mən çox bəyəndim. Qışda da geyinə bilərəm. Çünki çox maşınla oluram, belə problem deyil. Burada belə detayları var. Cibi də maşallah böyükdür, amma biraz cibi çox əl verirsiniz. 2 saata mən bunu tapıb açaram. Belə bu kimi detayları var, görülür. Bunlara görə əslində aldım. Bu aralar nəsə qırmızı bir şey almaq istəyirdim. Bunu aldım. Təxmini qiyməti neçə manat idi? 100 manat idi, hə? Təxmini qiyməti 100 manat idi. Burada amma 160 manata filan satırdılar. Belə bir kurtka. Əslində oxşuyurlar bir-birlərindən, amma bu sadəcə cinsdir. Belə bunun kimi qalın deyil, belə deyim də. Bu həm balonkadır, içi biraz balonka tərzi bir şeydir. Bir neçə, necə deyim, bir qatlı deyil də, bir neçə qatdan ibarətdir. Amma bu sadəcə cinsdir. Belədir, bu şəkildədir. Qədir geyinər, baxarıq. Baxın, arxası belədir. Bu şəkildə. Bunun da təxmini qiyməti elə 100 manat idi. Son bir ədəd məhsul qalıb. O da budur. Əzik üzük gələn, belə bir Qədir üçün aldığım duxudur. Adı nə gedir? Adı Amber Chip gedir. Bu böyük boy deyil digəri kimi. Sadəcə dedim ki, bəlkə heç xoşuna gəlmədi. Amma mənim xoşuma gəldi. Qoxlamaq istəyirsən? Kocam dedi ki, qəşəng qoxudu. Deməli, bu da bəyənildi. Neysə, bu unpacking şeyini atırıq bura. Keçirik ikinci bağlamamıza. Gəlin görək, burada nə var? Burada əlbəttə ki, make-up məhsulları var. Özümə bir-iki şey almışam. Sağ olsunlar, belə gözəl paketləmə eləyirlər. Bəyəndim. İlk olaraq göstərim. Çox lazımsız bir vaxt aldığım CeraVe'nin retinolu. Mən retinola başlamaq istəyirdim, amma o qədər beynim yanıb ki, yay olduğunu, qarşıdan yay gəldiyini unutmuşam. Neysə, ən çox bunu tərifləyirdilər. Yəni, yeni başlayanlar üçün retinol heç, yəni üzləriniz hər hansısa bir retinol görməyibsə, bugünə qədər təcrübə eləməyibsə, CeraVe-dir, La Roche-dur, bunlar çox təriflənildi. Amma La Roche-un qiyməti biraz buna baxanda daha çox idi və ChatGPT-nin dediyinə görə bunun nəmləndiriciliyi də çox yaxşıdır və həssas dərilər üçün daha uyğundur. Mən həssas dəriliyəm, quru dəriliyəm və yəni nəmləndirici olmağı mənim üçün plusdur. 30 ml 29 qramdır.
Sonra yenə bir lazımsız şirniyyat qoyublar. Bu nəyə lazımdır? Marmelad. L'Oreal Infallible-ın spreyini aldım. 150 ml almışam. Ümid edirəm ki, tez qurtarmaz. Qurtarsa əsəblərim korlanar. Nəysə, özəl günlərdə istifadə etməyi düşünürəm ya da ki, çox yorucu gün olacaq. Bilirəm ki, necə deyim, çox isti olacaq. Tonal kremin və yaxud da tonal kremin və s. çox axacaq konsilerim. İstəmirəm o axsın. Ona görə bundan istifadə edəcəm. Mən gündəlik olaraq pudradan istifadə edirəm və o məni gözəl saxlayır, yaxşı saxlayır. Yenə də Guerlain'in keçən unpackinglərdə göstərdiyim Guerlain'in terakotalarından birindən almışam. Bu dəfə 02 nömrəsidir. Oh my gosh, 02 nömrəsi çox daha qəşəng imiş. Baxın, bu şəkildədir. Burada qoruyucusu var, ona görə bu şəkildə göstərirəm. Burada həm siz əni görə bilərsiniz, həm parlaq bronzer görə bilərsiniz, həm iki rəngdə fərqli-fərqli bronzerlar görə bilərsiniz. İstiyat tonlu, soyuq at tonlu və s. Bunu çox tərifləyirlər. So, that's why I bought it. Kika Plus Biomi Bebeşə. Bundan bir ədəd almışdım. Düzdür, onda daha uyğun almışdım. Bu dəfə biraz bahaya aldım. Çox bəyənirəm. Sözün açığı qızlar, mən qiymətlərini bilmirəm bunların. Yəni, heç yadımda deyil. Bir ay bundan qabaq sifariş vermişəm bunları. Yəni, La Roche-Posay'i almışdım. Çox bəyəndim. Üzümdəki qızartıları, belə həssaslığı, quruluğu, qaşıntını çox gözəl aradan qaldırdı deyə. Görünür? Hə. Qaldırdı deyə mən ikincisini almalı oldum. Trendyolda 30 manata və s. satılır. Məncə siz də bir alın. Relove by Revolution markasından bir dənə belə transparent pudra aldım. 7 qram var içində. Çox azdır əlbəttə ki, o qədər də çox deyil. Məsələn, Lovely'nin səhv etmirəmsə belə pudraları var idi. Mən çox tez qurtardım. Heç yerdə nəyisə görməmişəm. Sadəcə səbətə əlavə elədim və aldım. Çox varlıyanmış kimi. Bir də W7-dır bu. W7-ın bir dənə eyelinerini aldım. Son vaxtlar Şiqləmin eyelinerini harasa aparmaq, fırçasını yumaq və s. çox gözümə dururdu. Ona görə dedim ki, sən Allah bundan bir dənə alım, canım qutarsın. Sonra The Ordinary'nin niasinamid, 10% niasinamid, 1% sink tərkibli bir serumunu aldım. Endirmə düşmüşdü. Ona görə dedim ki, mən bunu almalıyam. Mən hal-hazırda Ordinary'nin bir neçə məhsulunu istifadə edirəm. Üz yuma gelini istifadə edirəm. Həssas dərilər üçün çox xoşuma gəlir. İnanın mənə, həqiqətən bomba bir şeydir. Yəni, nə alırsınızsa, sinozdur, marodorumdur, bunları atın. Yəni, həqiqətən öz sözünü demiş. Laboratoriyalarda çox gözəl test olunmuş məhsullara baxın. Və The Ordinary markası da onlardan biridir. Həm nəmləndiricisindən, həm üz yuma gelindən, həm hyaluronik asidindən, turşusundan çox xoşum gəlirdi. Bir dənə də dedim, bu əlimdə olsun. Bayaqçı kimi uzaqdan tutsun, bunu əziyyətlə çəkmək lazım deyil. Bu məsafədə tut. Hə. Bunu da istifadə eləyəcəm, bildirəcəm. Sözün açığı özüm üçün istəyirəm. Ümumiyyətlə, bu məhsullardan sizdə hansı var və yaxud da hansını almaq istəyirsiniz? Şərhlərdə bildirərsiniz. Özünüzə yaxşı baxın, sağ olun. Ümid edirəm ki, videonu bəyəndiniz.